O, çox balaca doğulmuşdu. Həkimlər demişdi, bu uşaq böyüməyəcək, futbol onun üçün deyil. Amma Messi inanırdı. O, boyunu yox, iradəsini böyütdü. Hər kəs topa gücü ilə vururdu. Messi isə qəlbi ilə. Dərmanlar, iynələr, ağrılar. Başqaları topun arxasınca qaçırdı. O, mübarizə aparırdı. Başqaları oynayırdı. O, dözürdü. Və o sükutun içində bir əfsanə yetişirdi. Barselona onu seçəndə heç kim inanmırdı. Onun müqaviləsi sadəcə bir salfetin üzərində imzalanmışdı. Amma Messi bilirdi, o tarix yazmağa gəlmişdi. Ayaqları danışırdı. Qolları səssiz qışqırıq kimi idi. O qışqırmırdı, hiss etdirirdi. Onu Ronaldo ilə müqayisə etdilər, Pele ilə, Maradona ilə. Amma Messi heç kimlə yarışmadı. O, dünənki özü ilə yarışdı. Çünki Messi üçün qalib olmaq özünü keçmək idi. Qələbə onun üçün kubok deyildi. Qələbə atasının gözündəki qürur, xalqının üzündəki sevinç, övladının ata deməsi idi. Və nəhayət illərlə gözlədiyi dünya kuboku. O an gözlərində yaş, üzündə təbəssüm. Argentina nəfəsini tutdu. Çünki Messi nəfəs alırdı. Bugün milyonlarla uşaq onun formasını geyinir. Amma unutma, Messi forma ilə əfsanə olmadı. O, əfsanə oldu, sonra forma geyindi. Hər kəs onun gücünü ayaqlarında axtardı. Amma onun sirri ürəyində idi. Əgər mən bacardımsa, deyir Messi, sən də bacararsan. Boyun, imkanın, şəraitin fərq etməz. Əsas olan ürəyindir, inamındır, zəhmətindir. Uğur qışqırmır, uğur səssiz gəlir və Messi bunu sübut etdi. Unutma, uğura gedən yolda ən güclü silah dayanmadan davam etmək bacarığıdır. Əgər sən də öz potensialına inansan, bu dünyada edə bilməyəcəyin heç nə yoxdur. Əgər bu video sənin ruhuna toxundusa, bəyənməyi, paylaşmağı və bizi izləməyi unutma. Çünki bu daha başlanğıcdır. Daha çox motivasiya, daha çox ilham buradadır.